Gəlin belə bir sualın izahına baxaq. Px çoxhəllisinin dərəcəsi A-dır. Qx-in dərəcəsi B-dir. Px kvadratı Qx kubunun dərəcəsi 17-dir. Px kvadratı bölünsün Qx-in dərəcəsi 5-dir. Px-in dərəcəsi sualdır. İndi Px-in dərəcəsi A-dırsa, Px kvadratının dərəcəsi 2 alır. Niyə? Məsələn, Px-dür. Nəsə deyək ki, düzgün çıxsın. Məsələn, nümunə verək. Oradan da görünür. Məsələn, Px 4 isə gərək 1 olsun. Bunun dərəcəsi 4-dür. Px üstü 8 1 olsa üstə gərək 1 8 olur. Yəni gördüyünüz kimi 2 dəfə artır kvadrat olduqda. İndi 2a-dır. Qx kubununcu da o zaman nə olacaq? 3b olacaq. Bunların cəmi, yəni bilirik ki, üstlər toplanır vurma olduqda. 17. Bunların cəmini 17 verib. 17-dir. Fərqlərinə baxırıq. Fərqlərdə 2a çıxılsın b də 5-dir. Bölümü olduqda da çıxırıq. İndi bunu tərəf-tərəfə çıxsaq 4b 12, b 3 olar. b 3-dürsə a da 4-dür. Bizdən hansının dərəcəsini soruşur? Px-in soruşur. Px-in dərəcəsi də a-dır. A-nı tapdıq 4. Yəni doğru cavab olur C variantı.